Salam dəyərli həmkarlar, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzu izahımız müəllimin fasilitasiya bacarığıdır. Gəlin əvvəlcə müəllimin, yəni fasilitator müəllim kimdir? Bu anlayışa baxaq, daha sonra isə digər məqamlarımıza diqqət yetirək. Ümumiyyətlə fasilitator müəllim, yəni yol göstərən, istiqamət verən və bələdçilik edən müəllimə deyirik. Yəni əslində bəzən bu fasilitator müəllim anlayışı səhv anlaşılır. Yəni düşünürlər ki, fasilitator müəllim tamamilə prosesdən kənarda qalmalıdır. Amma bu yanlış məqamdır. Əslində fasilitator müəllim yenə də mövzu bizə izahını verir, yenə də tapşırıqların işlənməsinə köməklik göstərir. Sadəcə fasilitator müəllim şagirdlərə müvəqqəti dəstək olur və hər bir tutaq ki, yeni mövzu keçiribsə, bu mövzunun hər bir detayını, xırda bir məqamını şagirdlərə vermir. Yəni müəllim şərait yaradır ki, bu mövzu ilə bağlı şagirdlər özləri də müəyyən araşdırmalar etsinlər. Fasilitator müəllim şagird yönümlü yanaşmalıdır. Bu nə deməkdir? Yəni biz şagird yönümlülük prinsipində deyirdik ki, və yaxud da pedaqoji tələblərdə deyirdik ki, şagirdlərin istedad və qabiliyyəti nəzərə alınmalıdır. Onların maraq və tələbatı nəzərə alınmalıdır ki, biz şagird yönümlülük tələbini gözləyək və şagird yönümlülük tələbini gözləyərək prosesimizi həyata keçirə bilək. Və ona görə də deyirik ki, yaxşı fasilitator olmaq üçün müəllim şagird yönümlü yanaşmalıdır. Daha sonra deyirik, fasilitator müəllim şagirdlərin yerinə qərar qəbul etmir. Yəni bir mənalı olaraq əksinə fasilitator müəllim şagirdləri qərar qəbul etməyə sövq edir, müstəqil öyrənməyə sövq edir, problem həll etməyə sövq edir. Yəni fasilitator müəllim şagirdlərinin yerinə hər hansısa bir problemi həll etmir. Görürsə ki, uşaq tək başına öyrənə bilmir, o müəyyən bir şəraitlər yaradaraq, müəyyən bir addımlar ataraq şagirdin özünün tək başına öyrənməsi üçün şərait yaratmalıdır. Yəni ona öyrətməlidir. Daha sonra fasilitator müəllim dedikdə biz düşünürük ki, fasilitator müəllim şagirdi idarə edir. Baxın, bu yanlış bir məqamdır. Yadımızda qalsın ki, fasilitator müəllim şagirdi idarə etmir. O sinifi idarə edir. Yəni biz şagirdin idarə edilməsini ümumi olaraq sinifi idarə edə bilər. Yəni qaydalar ola bilər, prosedurlar ola bilər, gözləntilər ola bilər. Bunlar sayəsində biz prosesi, yəni sinifi idarə edə bilərik. Amma ümumilikdə şagirdin idarə olunması isə artıq onların öz öhdəliyinə düşən vəzifələrdən biridir. Yəni hər bir şagird özünü aparmağa, dərs prosesində özünü idarə etməyi öyrənməlidir. Biz deyirik ki, fasilitator müəllimin 3 əsas funksiyası var, yəni rolu var. Birincisi deyirik bələdçi müəllim. Bələdçi müəllim nədir? Bələdçi müəllim şagirdi tanımalıdır. Yəni bələdçi deyəndə şagirdi tanımaq nəzərdə tutur və onu həvəsləndirməyi bacarmalıdır. Baxın, burada bir cümlə işlənib, müəllim şagirdi entuatizmlə yönətməlidir. Entuatizm nədir? Entuziazm, daha doğrusu üzrlü sayın, entuziazmlə yönətməlidir. Bu nə deməkdir? Yəni, deməli, müəllim özü də həvəsli olmalıdır ki, şagirdləri də həvəslə yönləndirə bilsin. Yəni, əgər mən öz işimi sevməsəm, mən özüm öz işimə həvəsli olmasam, yəni öz peşəmi sevməsəm, mən şagirdlərdə də həvəs yarada bilmərəm. Ona görə də müəllim özü həvəsli olmalıdır ki, müəllim öz peşəsini sevməlidir ki, şagirdləri də deməli, bu işə, bu prosesə həvəsləndirsin, cəlb etsin. Və eyni zamanda müəllim həm də şagirdləri istər məktəbdən kənar tədbir olsun, istər sinifdən xaric tədbir olsun, bunların hər birinə də cəlb etməlidir. Daha sonra deyirik ki, məlumatla təmin edən müəllim. Bu nə deməkdir? Yəni, məlumatla təmin etməsi lazım olan məlumatları verməlidir. Bir var ki, müəllim nə gəldi, lazımsız bütün məlumatları şagirdə çatdırır. Bir də var ki, müəllim şagirdə, yəni dövrümüzlə bağlı, texnologiyaların inkişafı ilə bağlı, cəmiyyətdə baş verən hadisələrlə bağlı, yəni şagirdə faydalı ola biləcək məlumatlarla şagirdə təmin etməsi nəzərdə tutulur. Daha sonra deyirik ki, tədqiqatçı müəllim. Tədqiqatçı müəllim dedikdə isə şagirdləri
araşdırması nəzərdə tutur. Yəni bayaq dedik ki, müəllim şagirdi tanımalıdır və onu həvəsləndirməlidir bələdçi müəllim də. Eyni zamanda burada da deyirik ki, tədqiqatçı müəllim də. Müəllim daim şagirdləri tədqiq etməlidir, araşdırmalıdır, onları tanımalıdır ki, prosesi də düzgün qura bilsin. Çünki bütün şagirdlər eyni olmur. Hər bir şagirdin müxtəlif xüsusiyyəti var və bunların da hər birini müəllim bilməlidir. Daha sonra deməli, fasilitator müəllim hansı fəaliyyəti icra etməlidir məqamı var burada. Gəlin buna baxaq. Birinci göstərir ki, bizə təlim nəticələrini şagirdlərə əvvəlcədən paylaşmalıdır. Bu nə deməkdir? Bunu biz istər ikinci dərsimizdə olanda terminlərin təsviri mövzusunda, istər şagird yönümlü interaktiv tədris zamanı təlimdə bu mövzuların hər birində qeyd etmişik ki, müəllim təlim nəticələrini sinifə girdikdə həm lövhədə yazmalıdır, həm də şagirdlərə belə, yəni şifahi olaraq səsləndirməlidir. Mütləq şəkildə hər bir şagird sonda hansı nəticəni əldə edəcəyini bilməlidir. Daha sonra deyirik ki, şagirdlərin məqsəd və maraqları ilə tanış olmaq lazımdır. Bu da bayaq dediyimiz kimi tədqiqatçı olmaq nəzərdə tutur. Yəni müəllim sinifdə şagirdlərin maraqlarını bilməlidir, məqsədlərini bilməlidir ki, prosesi ona uyğun qursun. Şagirdlərinizi cəlb edin yazıb. Bu da motivasiya mərhələsinin düzgün qurulmasıdır ki, əgər məsələn bəzi şagirdlər görürük ki, bu formada işləməyi sevir, bəziləri bu formada dərsə daha maraqlı olur. Yəni bunların hər birini bilməliyik və şagirdləri işə necə cəlb edəcəyimizi düzgün şəkildə bilməliyik ki, onlarda həvəs yarada, maraq yarada bilək. Növbəti bir məqamımız isə sinif otağından kənara çıxın məqamıdır. Bu nə deməkdir? Yadınızdadırsa biz inteqrasiya mövzusunu keçdikdə deyirdik ki, müəllim şagirdlərə aparıb Şəhidlər Xiyabanında dərs keçib və yaxud da məktəbin həyətində bitkiləri qoruyaq mövzusunu tədris edir. Bunu biz fənüstü inteqrasiya kimi götürmürdük, deyirdik ona görə ki, müəllimin sinifdən kənara çıxmaq qabiliyyəti, bacarığı olmalıdır. Baxın, həmin məqamımız budur. Yəni müəllim həm istər, yəni bu o deməkdir ki, müəllim bütün günü sinifdə qalmalı deyil də, yəni o kənara çıxmağı bacarmalıdır. Həm də eyni zamanda onu bir qabiliyyət kimi müəllimdə formalaşması nəzərdə tutulur ki, ancaq dərs prosesini sinif otağında yox, eyni zamanda digər lazım olduqca, məsələn, həyatla da əlaqələndirib keçməyi bacarmalıdır. Və daha sonra bir məqamımız da fasilitator müəllimin özündə formalaşdırdığı bacarıqlar var. Bunlardan birincisi müşahidə etmək bacarığıdır. Müşahidə etmək o deməkdir ki, yəni müəllim dərs prosesini müşahidə edir. Yəni daim müşahidə edir. İki şagirdin məsələn bir-birinə münasibətini və yaxud da bütün şagirdlərin bir-birinə münasibəti və yaxud da tapşırıq verdiyi zaman hansı şagirdin işləyib işləməməsinə baxmalıdır. Tutaq qrupla biz iş vermişiksə, ola bilsin ki, bəzi şagirdlər işləmir, bunların hər birini müşahidə etməlidir və yaxud da yenə də şagirdlərin dərsə marağını müşahidə etməlidir. Müşahidə etmək, izləmək qabiliyyəti güclü olmalıdır. İkincisi dedik dinləmək bacarığıdır. Dinləmək bacarığı odur ki, bəzən müəllimlər yaxşı, məsələn, zəif oxuyan şagirdlərin fikirlərini dinləmək istəmirlər və yaxud da müəllim ancaq öz eşitmək istədiyi cavabı dinləyə bilir. Məsələn, başqa bir cavab eşitdikdə onu dinləmək istəmir və bu təbii ki, də yanlış bir məqamdır. Hər bir müəllim özündə dinləmək bacarığını formalaşdırmalıdır. Yəni təkcə özü, yəni ona istədiyi cavabı yox, şagirdin özünün də verdiyi cavabı diqqətlə dinləmək lazımdır ki, bəlkə həqiqətən də hansısa bir məqamda onun dediyi fikirlər də doğrudur. Daha sonra dedik məqamında düzgün müdaxilə etmək bacarığı. Bu da o deməkdir ki, yəni düzgün vaxtında rəy vermək, istiqamət verməkdir. Fəaliyyətin stimullaşdırılması pedaqoji tələbinə uyğun olaraq deyirik ki, müəllim düzgün vaxtında rəy verməlidir, istiqamət verməlidir. Bir var ki, şagird hər hansısa bir məqamda səhv edib, müəllim bunu bir aydan sonra gətirib şagirdə təqdim edir ki, sən burada filan vaxtda səhv etmişdin və yaxud da bir həftədən sonra və yaxud da bir gündən sonra bu yanlışdır. Təbii ki, müəllim məqamında düzgün, yəni vaxtında ona bildirməlidir ki, sən bu məqamda səhv eləmisən, bu istiqamətdə, bu yolla getsən, bu üsuldan istifadə etsən, məsələn, daha yaxşı həll edə bilərsən, tutaq ki, bu məsələni. Və son olaraq planlaşma və hazırlıqdır ki, bu da müəllimin bildiyimiz kimi hər bir müəllimin icmalının gündəlik planlaşdırılmasının olması nəzərdə tutur ki, müəllim hazırlıqlı olmalıdır. Bu zaman yəni bir növ həmin o planlaşdırma, icmal müəllimi bələdçi rolunu oynayır ki, müəllim daha rahat şəkildə öz dərsini keçə bilsin. Yəni bilsin ki, onun belə deyək də əlinin altında bir material var və ondan istifadə edərək dərs prosesini düzgün şəkildə qura bilər.